Amerika Birləşmiş Ştatları yaxın günlərdə Venesuelaya qarşı tədbirlərin yeni mərhələsini başlatmağa hazırlaşır. Yenavaz.com xəbər verir ki, bunu 4 Amerikalı rəsmi Reuters-ə bildirib. Nəşr yeni tədbirlərin dəqiq vaxtını və miqyasını, eləcə də ABŞ prezidenti Donald Trumpın onların başlanmasına dair yekun qərar verib-vermədiyini müəyyənləşdirə bilməyib. Stat: Son həftələrdə gözlənilən tədbirlər barədə xəbərlər artıb. Çünki ABŞ silahlı qüvvələri Venesuela ilə münasibətlərin pisləşməsi fonunda Karib hövzəsində yerləşdirilib. İki Amerikalı rəsmi qeyd edib ki, gizli əməliyyatlar böyük ehtimalla Venesuela prezidenti Nicolas Maduroya qarşı yeni kampaniyanın ilk hissəsi olacaq. Müzakirə olunan variantlar arasında Maduronu devirməyə cəhd də var. Administrasiyanın yüksək vəzifəli bir rəsmisi isə şənbə günü Venesuela məsələsində heç bir variantın istisna edilmədiyini bildirib. Statın sonu: Rəsmilərin sözlərinə görə ABŞ bazar ertəsi günü Cartel de los Solesə ABŞ-yə narkotiklərin qanunsuz gətirilməsindəki ehtimal olunan roluna görə xarici terror təşkilatı elan etməyi planlaşdırır. Trump administrasiyası Maduronu Cartel de los Solesə rəhbərlik etməkdə itham edib, lakin o bunu təksib edib. Qeyd edək ki, 2013-cü ildən hakimiyyətdə olan Maduro qanunsuz narkotik ticarəti ilə hər hansı əlaqəsi olduğunu inkar edir. O iddia edir ki, Trump onu devirməyə çalışır və Venesuela vətəndaşlarının və hərbiçilərinin belə cəhdlərə qarşı çıxacağını bildirir.